Maşlağada Axund Meyxana olub. Bir də Qoçu Əziz olub. Bunlar düşmən olublar. Bərk düşmən olublar. Bunlara bir gün Novxan kəndinə toya çağırıblar. Axund Meyxana ağanı da, Qoçu Əzizi də. Hər kəsə öz dəstəsi ilə gedib toya. O vaxtın düşmənçiliyi idi. Dostluğu da dostluq idi. Gedib çatıblar. Əziz görüb ki, ağa gedir qabaqca, saxlayıb uşaqlarını. Deyib, qoy ağa getsin qabağa. Göyün ağada pul salsın, sonra biz gedərik onun arxasıca. Bizə gəlib görüblər ki, ağa 100 manat pul yazdırdı. Qoçu Əziz gəlib 50 manat pul yazdırıb. Ki, qoy ağanın adı çıxsın. Ağanın hörməti düşməsin. O vaxtda elə kişilər var idi. Ya birinin haqsızlığı olurdu və ya birinin qan davası olurdu. Ağsaqqal gedərdi. Qapıda içəri girən kimi öyrəsi bilərdi ki, bu ağsaqqal nəyə görə gəlir? Qandan keçiblər. Ya birini inandırmaqda ötü deyir ki, Allah haqqı filan şey filan növüdür. Gələ inanmır. Sən öləsən belə, sən öləsən hər şeyi həll edərdi. Ona görə şey deyərdi, irad tutardılar ki, Allah'ın sözüne inanmır, sen ölürsen keçir bu sözü. Mesela o vaxtda kişilerde kişi sözü vardı. Şimdi yoktu kişi sözü.